bir dənə şey, Rusif bəy. Ay kimsələr çıxıb deyirlər, İran adlanan yerdə Azərbaycanlılar dayandı, biri də ağzı göğsəklər, xaric daxil çıxıb deyirlər. Ta Azərbaycanlılar da elə dolayısıyla rejimi dəstəklədi. Bu murdar, şərəfsizcəsinə bir sözdür. Azərbaycanlılar ən azı bu 30 ildə hələ, 100 ildə döyüşüblər və 30 ildə bu rejimə qarşı savaşıblar. 10 minlərcə, 100 minlərcə bu rejim zindanlarda adam öldürüb və demək ki, çoxusu Azərbaycanlıdır, çoxusu Türkdür. Bu günləri mırdar söz istəyirlər, yapışdırırlar. Rejim özlə bilir, Azərbaycanlıya, Türkiyə yapışmaz bunlar. Amma bilirlər ki, sabahları bura dağılır. Dağılanda da sən deyirlər ki, yaxşı, bu dağılanda bizim 7 milyon Azərbaycanlı Tehrandadır. Əlbəttə, bunu İran-sevər komünistlər, ondan sonra Moskva-sevər komünistləri, dinçiləri, terörist mücahidləri, hamısı deyir. Amandır, Tehran qatıqsa 7 milyon burada Türk var. Nə gözəl. Allah-duz millətimi apardınız ora demək ki, Azərbaycandan qaçaq salıb apardınız ora günəmiz işə çəkdiniz, canın aldınız. İndi bu günləri o gücə çevrildi. Pulu ilə, varı ilə, elə bazarda Azərbaycanlılardır. Bazar Azərbaycanlıların əlindədir Tehranda. Hər vaxt istəsə, o Tehranda hesab kitabınızı demək ki, hesab kitabı yetişəcəklər. Yoxsa götürəcəksiniz 4-5 dənə demək bəssizi beçaradan, ondan sonra oradan buradan yığacaq. Day ərəb gəlməyəcək, day bəluç gəlməyəcək. O dönəmlər keçdi, yığıb oradan gətirirdiniz. Bir yanda öldürtdürürdünüz, bir yandan aparıb o yanda öldürtdürürdünüz. O dövrələr bitibdir indi. Hər millət öz çarəsini qılmaqdadır. Bunu da hamı bilir, dünyada bunu bilir. Mən bir şey də soruşum sizdən, Rusif bəy. O boyda Yugoslaviyada aldı. Varlı idiler, pullu idiler, Marshal Tito döneminden kalmıştı filan. Ne oldu? Bədbaxt oldular, gedin görün, xoşbaxt yaşayırlar. Mən getmişəm onların çoxunda da. Bombardıman vaxtı oradaydım, Belgradda, gözümlə görürdüm. Gedin görün, dövlətlər hamısı pullanıblar, oturublar keyfinlə də, o Avrupa Birliyindən də, ora giriblər, paralarını da alırlar. Hamısı Kosovo'dan tutmuş, daha Qaradağlara kimi, baxın görün, xoşbaxt yaşayırlar. Qan töküldü, hər nə savaşdılar, hər kəs o serbilərin buynuzunu sındırdılar, qoydular. Sovet dağıldı, hələ 15 dənə respublika çıxdı, zərər oldu mu? Yəni demək ki, Putin indi baxmayıb, bu Trump biraz arxasına əl çalır. Sıçana dönüblər. Amerikalılar, batırlar, səhv elədilər, bunları şərə döndəriblər. Qırılırdılar aclarından. Sabahları İran, vahidətə İran adalanan yer dağlar. İran var idi, 1925'də İngilizlərin əli ilə ip eləyib saldılar bizim demək ki, millətlərinin boğazına. Və bizdən dövləti uğurlayıblar. Ona görə də təəssüflə, Sayın Rusif bəy, biz Azərbaycan türkləri, Azərbaycanlılar, Türkiyədən də qabaq, Mustafa Kemal Atatürk də 1000 dəfə demişəm. Deyir ki, ey Məhəmməd Əmin Rəsulzadə, məndən 200 sənə sonra da həyata gəlsin, bu bayrağı, cumhuriyyətçiliyi, parlamentaristi bayrağı sən qaldırıbsan, biz sənin əlindən aldıq. Kimsə bu günləri qısqansa da, xor baxsa belə dostlardan da, cumhuriyyətçiliyi biz gətirmişik. Azərbaycanlılar, kimsə əlini çıxdıyacaq ki, nə qədər mən deyirlər. Azərbaycanlılar bu bölgəyə, dünyanın böyük yerinə cumhuriyyətçilik, sağdaşlıq, dünyəviçilik, yəni sekularçılığı o İlham Əliyev prezident deyir, kimsə də qulaq ardına vurur, ona yazmırlar, demirlər. Deyir, sekularçılığı ki, mən davam etdirəcəyəm. Yəni bunu güneydə hamı deyir, sekularçılıq, biz Azərbaycanlılar, dünyəviçilik, qadın haqları, indi çıxıb deyirlər qadın haqları. 100 il bundan qabaq biz gətirmişik, konstitusiyamızda, qanunlarımızda. Ona görə də bu günlərdə biri də çıxıb deyir, hətta Məhəmməd Rızanın oğlunu şah gətirirlər, ondan biz də bir dənə şah tapaq, Qacardan bir nəfər tapıb gətirəcək, bu da bizim şahımız. Nə şah, nə monarşizm, nə filan. Bizim millətimiz çağdaş millətdir, dünyəvici millətdir, modern millətdir. Cumhuriyyət gətirib və cumhuriyyətdə olacaq. Ona görə də geri qayıtmaq, ay demək siz də götürün, sizə də bir şah verək. Ay demək ki, sabahlarda, mən bu günləri siz mediaya baxsınız, Məmmərzadan qalan o xanım çıxıb ki, day mən millətin anasıyam. Sən bu millətin anası deyilsən. Nə olsun ki, bir gecə Təbrizdə olubsan, Təbrizdə bir dəfə olubsan, heç onda da uşaqlığında. Amma gedibsən, kimə hizmət veribsən, harada olubsan, kimin qulluğunda olubsan, şahsılı usul idarəsinin qulluğunda, bu günləri sən Azərbaycan Türk'ün anası deyirsən. Elə söhbət deyir, elə fərmanlar çıxar, baba dünən gecə, bu gecə yenə çıxıbdı, mən də millət anasıyam, mən də qayıdıram, elə söhbətlər olmaz. Və bu həftələr içində Azərbaycana qarşı, Türkə qarşı ətrafında olanlar daxil xaric nələr dedilər və bastılar Los Angeles'də Azərbaycanlını dövdülər. Hər yanda Türk görürlər Azərbaycanlı, vurub döyüb qovalayırlar. Hələ bu bismillahsıdır. Yəni siz Azərbaycanda göstəribsiz kim idiniz? Hansı cinayət? Bax bu rejim sizi təmsil edir. Sizin qazadınızdan çıxıbdır bu irticaçılıq, mühümmatçılıq, adam yiyənlik.
Ona görə də bu günləri Sayın Rusif bəy, böyük hadisələr gedir burada. İstəyirlər qarşısını alalar, heç kəs də saxlaya bilməyəcək. Heç kəs də bu İran adlanan yerdə Putin də, Xi Jinping də, hətta orada Trump da çox belə ehtiyatlı, gah belə elə, gah belə ki, aman deyə əlimizdən çıxar. Necə ki, o İran adlanan yerdə sonuncu inqilabda özləri gətirdilər Xumeyni yerlətsəyində çıxdı, dedi ki, vəlakin şeytandılar, vəlakin. Ona görə də bu İran adlanan yerdə millətlər var, hər şeydən konuşurlar, amma millətlərdən, bu millətlər ki, indi bugün düşünüblər, biliblər. Təşəkkür edirəm, yəni bu qədər, yəni məsələ budur ki, bu millətlərə, insana biz görmüşük. Əli Yalın Rusa qalib gəldik. Əli Yalın Azərbaycanın quzeyindədir. Dünən yox, İsrail gün, qara yanvarıdır. Hər ildə biz orada bir referendum keçirdirik. Milyon yarım, 1 milyon, 2 milyon qar altında, soyuqda millətimiz şəhidlər məzarına gəlib. Bu referendumdur. Böyük referendumdur. Hər il bu millət göstərir ki, Rus işğalına qarşı, Rus irticasına qarşı bu millət hələ də demək ayaqdadır. 44 günün savaşda da bunu göstərdi Azərbaycanın kiçik hissəsi, müstəqil hissəsi, bağımsız hissəsi. Biz də Azərbaycanın güneyində Türk olaraq, Azərbaycanlı olaraq bu missiyanın davamçısıyıq. Azərbaycanın güneyinin bağımsızlığı. Ay sabah başınızı qoyun, yatın Tehranda həll olacaq. Xeyr. Tehranda həll olmayacaq. Pişəvəri demişkən, Tehran abad oldu, biz bərbad olduq. Yəni demək ki, Hindistan olmaq yerinə biz İrland olarıq o vaxtı. Biz bağımsızlığımızı baxıb biz Bakıdan dərs götürürük. Biz Ankara'dan dərs götürürük. Örnək götürürük öz millətimizdən, öz parçamızdan örnək götürürük. Bağımsızlıq çox gözəldir. İndi çıxardacaqsan demək ki, ay demək Türkiyədə 4-5 dənə Kürt teröristlə mənim mübarək bayrağımı Türkiyədə endirməyə çalışacaqsan, yəni bu da göstərir ki, az Kürt deyil. Bir dəfədə ki, bu güneyi görün, bu 40 milyonu görün, dayağız bizik. Siz də bizim dayağımızsınız. Bu 40 milyonu burada gör. Böyük Millət Məclisində Türkiyədə gətirib o Kürtçıqazları orada demək ki, mahnı oxutturma, onlara xor tutturma. Burada 40 milyonu gör, Türkiyə mediası, gözünü açıq aşağı bax. Azərbaycanın quzeyində bu millətin içindən çıxan bəziləri, heç olmasa bir dəfə deyin çıxın, səhv elədik. Səhv elədik bu rejimi, bunun adamlarını dəstəklədik. Bəli. Aydındır, hörmətli Əjdər bəy, mən sizə təşəkkürümü bildirirəm. Təşəkkür edirəm bu süper. Dəvətimizi qəbul ediniz. Minnətdaram, siz də sağ olun. Tanrı sizi qorusun. Minnətdarıq. Əziz izləyicilər,